Azərbaycanda dağ xizəyi üzrə beynəlxalq turnirə start verilib. Bu yarış ölkəmizdə qadınlar arasında keçirilən ilk dağ xizəyi üzrə beynəlxalq turnirdir. Artıq yarışın ilk gününün qalibləri də məlum olub. Ölkəmizdə ilk dəfə qadınlar arasında keçirilən dağ xizəyi üzrə beynəlxalq turnir Qusarda baş tutub. Artıq yarışa start verilib. 11 ölkədən 20 idmançı birincilik uğrunda mübarizəyə qoşulub. Turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hong-Kong, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan idmançılar qatılıb. Turnirin ilk günündə idmançılar dağ xizəyinin slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə apardılar. Yarışın nəticəsinə uyğun olaraq Gürcüstanlı idmançı Nino Tklaure birinci, İsveçli atlet Nikita Anner ikinci, Özbəkistanlı xizəkçi Kseniya Brejnaya isə üçüncü yerə sahib oldu. İlk dəfə bu yarış Azərbaycanda keçirilir. Şahdağın trasları çox gözəldir, adamlar çox mehribandır və çox qəşəng bir təcrübə aldı. Gürcüstanın idmançı ilə mübarizə aparmaq çətin idi. Yarışın ilk hissəsi daha uğurlu keçdi. Gənclər və İdman naziri Fərid Qayıbov bildirdi ki, bu yarış ölkəmizdə ilin ilk beynəlxalq yarışı sayılır. Şahdağda bundan başqa da beynəlxalq yarışlar keçiriləcək. Mart ayında Avropa çempionatı və Dünya kubokunun final mərhələsi də burada baş tutacaq. Bir aydan sonra olimpiya oyunları bizi gözləyir və artıq 2 iştirakçımız bu olimpiya oyunlarında var. Düzdür, bu idmançılarımız dəvət olmuş idmançılardır. Amma bizim yerli idmançılarımız da burada yetişir. Yanvarın 10-na qədər davam edəcək turnirdə növbəti günlərdə idmançılar slalom və giqant slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar. Emin Vaqifoğlu, Fidan Səfər, Space xəbər Qusar.